أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Elhamdülillah hamden kamilin. Ve salatu ve selamu ala enbiyayı ve mursalin. Seyyidina nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz izləyicilər, uzun müddətdir üzərində çalışdığımız İslama Çağrı kanalı Uca Allahın izni ilə bugündən etibarən işıq üzü görür. Bu kanalın ərsəyə gəlməsində əziyyəti olan hər bir kəsdən Uca Allah razı olsun. Uca Allahdan təmənnə edib istəyirik ki, bu kanalı hər birimiz üçün faydalı və xeyirli etsin. Salih sələflərimizin buyurduğu kimi, Əl-ilmu yüşrəfu bi şərəfil məlum. Elm, öyrənilərin şərəfi qədər şərəf daşıyır. Ən şərəfli elm, Uca Allahı öyrənmək, tanımaq, onun dinini öyrənmək, onun Rasuluna tabi olmaq yollarını öyrənməkdən keçir. Bu kanalın məqsədi bu şərəfli elmi siz əziz izləyicilərlə paylaşmaqdır. Bizim məqsədimiz cədəl, mübahisə deyil. Əksinə, haqqın bütün yer üzərinə yayılması üçündür. Biz kamillik iddiasında deyilik. Biz də sizin qədər öyrənirik. Yanlış gördüklərinizi nəsihət edə bilərsiniz. Doğru gördüklərinizi də Allahın dini yer üzərinə yayılsın deyə dəstək olub yaymağa çalışın. Allah Rasulü aleyhisselam buyurur ki, məndən bir ayə də belə olsa çatdırın. İslama Çağrı kanalının məqsədi Allah Rasulunun bu nəsihətini, bu əmrini yerinə yetirməkdir. Allah hər birinizdən razı olsun. Bismillahirrahmanirrahim. Mən İsmailov Savalan, İslama Çağrı kanalının bir üzvü olaraq, ilkin olaraq nəyi sizə təqdim edəcəyimizdən qısa bir şəkildə danışmaq istəyirdim. İlkin olaraq Quran, hədislər, bunların qısa izahı və bunların tətbiq yönündən çatdırılması. İkinci, silsiləli İslam fiqhi. Üçüncü isə siyər və sahabə həyatından qəlbləri yumşaldacaq, imanı artıracaq, gözləri yaşardacaq, ibrətli bir hadisələrdən sizə danışacaq. Dördüncüsü isə hər bir müsəlmanın gündəliyində olan, baş verən istər ticari, istər evlilik, ailə münasibətləri, əxlaq normativləri kimi mövzuların sizə çatdıracaq. Və sonda qısaca olaraq bildirmək istəyirəm ki, elm həqiqətən çoxdur. Lakin bir elmin bircə məqsədi vardır. Və bu məqsədi də sizə Hafiz Əl-Həkəmi Rahiməhullahın 2 misralıq beytinlə ifadə etmək istəyirəm. Deyir ki, Məl-ilmu həmli şəhədətin müzəxrafətin bi zuxrifil qovli min nəthrin və müntəzimi bəl xəşyətullahi fi sirrin və fi alənin fə'ləm hiyəl-ilmu kulləl-ilmi fəltəzimi. Elm bəzədilmiş diplomları gəzdirmək deyil, nə də bəzədilmiş nəsr və nəzmdən də ibarət deyil. Elm odur ki, gizlində və aşkarda Allah qorxusudur. Bil ki, bütün elmin hamısı budur, bu elmə möhkəm sarı. Həqiqətən, əgər elm səni Allaha yaxınlaşdırırsa, bil ki, o faydalı elmdir. Və elm öyrəndikdə səni Allahdan uzaqlaşdırırsa, bil ki, o faydasız elmdir. Allah hər birimizi müvəffəq qılsın. Bismillah. Mən Elman Canəli. Sizi bu yeni İslama Çağrı adlı kanalımızdan hər birinizi salamlayıram. Və bu müvəffəqiyyətə görə Uca Allaha çoxlu şükürlər deyirəm və əziyyəti keçənlərin hamısına təşəkkürümü bildirirəm. Və izləyicilərimizi dəvət edirəm ki, bu kanalın timsalında elmə, maarifçiliyə xidmət edən hər bir, istər rəqəmsal portalları olsun, istəyir kitablar və yaxud canlı insanlardan istifadə eləsinlər. Həqiqətən bunların bizim əlimizdəki mövcudluğu Uca Allahdan bizim üzərimizə böyük bir neymətdir. Necə ki, salih sələflərimiz buyurublar, əgər alimlər olmasaydı, insanlar bir heyvan kimi olardı. Bu cür deyimlər bizə dəlalət eləyir ki, elm öyrənmək şərəf və mürüvvətlə yanaşı, eyni zamanda zəruri, insani və bəşəri ehtiyacdır. O cümlədən alimlərimiz buyurublar, öyrənməyin yorğunluğu
cahilliyin rahatlığından daha şərəflidir. Ona görə müsəlman üçün labüddür ki, hər gün az da olsa davamiyyətlə elmi öyrənsin. Bu nöqteyi nəzərdən Abdullah ibn Mübarək rahimehullah buyurur, hər bir insan elm öyrəndiyi müddətdə alimdir. Lakin özünü alim hesab edib durduğu zaman o artıq cahilləşibdir. Ona görə uca Allahdan, uca Rəbbimizdən öyrənmək, fəhm etmək və dinimiz yolunda əməl etməkdə sabitlik diləyirəm. Allah Azza və Cəllə hamınızdan razı olsun. أليس الله بكاف عبدا